Salam ərz eləyəm əziz dostlara. Vaxti bir məhvətədə açılmış qəbirlərindən rubəru olsuz. Tezliği cəhsusda olmayız. Açılmış qəbirlərin üzü ilə saxtarə qəbirləri tanıyız və məhvətəni dəqiq axtarız. Şayət açılmamış qəbirlərinə yenə də bərxurd edəyəsiz. Bir nümunə açılmış qəbrimiz burada vardı ki, qədim zaman açılıbdı və murur zamanda yenə də için torpaq alıbdı. Vəli Çiğdəmanın üzü ilə kamilən biliyor ki, bu bir dənə qəbr saxtarıdır. Əgər ətrafı gəzdik, eləyə bilirik ki, cinsi daşların üzü ilə və Noe Çiğdəmanla yenə də qəbirləri tapayın. Bəray nümunə bizim bu daşımız varımızdır. Baxız, kamilən təraşlanmış bir daşdır. Bu bir dənə açılmamış qəbridir. Kamilən müşəxxəsdir ki, bu qəbr daşıdır. Ətrafı yenə də gəzsək, görəcəyik ki, bir qurulma daş burada varımızdır. Bir dənə də saf daş burada varımızdır. Biri də orada varımızdır. Müşəxxəsdir ki, bu daşları bura qurublar. Yenə də bura bir dənə qəbr idi. Heyvanat da biraz buranı söküb. Boşluğundan bilinir ki, qəbrin cəhəti bu səpkidədir. Bir gözəl bağımız da burada yatıb. Bu daş qurulma, bu da qurulma. Vəli dağın öz əsli daşı, yəni təbii daşlar, bu daşlardır. Cinsi daşlardan və Noe Çiğdəmandan rahatçılığıyla eləyə bilirik ki, qazılmamış qəbirləri də tapayın. Bu yer keşavərzi yeridir. Və mütməyinnən buranı sürəndə çoxlu daşlar əmyan olubdu. Buna baxız. Bu da bir dənə qəbr idi. Ya bu nümunə daşa baxız. Kamilən müşəxxəsdir ki, bu da bir qəbr idi. Bu rahatçılığıyla qəbirləri tapmaq olar. Buradakı qəbr açılıb. Baxız, bu daş düz oradakı daşdandır. Vəli dibindəki qəbir həmçinin salim qalıb. Məsələn, bir açılmamış qəbrimiz yenə də buradadır. Təxtəsəngə baxız. İndi dibində boşluğa baxız. Dəfinəyabi məbhəsi çox da çətin deyil. Bir miqdar məharət istəyir. Və xüsus qəbristani mühitlərdə bizlərə diqqət eləsəz, rahatçılıqla qazılmamış qəbirləri tapa bilərsiniz.